Ananın prenatal patologiyaları olubsa, yəni vaxtından qabaq erkən doğumlu və yaxud da ki, çətin doğuşlu olubsa uşaq, e, prenatal alkoqola məruz qalma, hər hansı bir toksik maddələrə məruz qalma, anə hamiləlik vaxtı hər hansı bir dərmanlar qəbul eləyib, hamiləlik normal keçməyib, ana anemiya, stresə məruz qalıb və ətraf mühit faktorları. Yəni bütün bunlar hamısı təsir eləyir ki, uşaqda öyrənmə çətinliyi olsun. Burada yəqin ki, bizə qoşulanlar həm müəllimlərdir, həm bağça müəllimləri, həm məktəb müəllimləri, düz deyilmi? Həmçinin də sizin hər birinizin ailənizdə uşaqlar var və ona görə də siz bunları diqqətlə qulaq asmalısınız ki, bu eyni problemləri yəni öz ailələrinizdə də yaşamayasınız və erkən nətər deyirlər, problemin üstünə düşəsiniz. Və öyrənmə çətinliklərinin içərisində ən çox yayılmışı disleksiyadır. Diskalkuliya, disqrafiya nisbətən daha az yayılıb. Ən azından bütün öyrənmə çətinliklərinin 80%-ni biləsiniz ki, disleksiya təşkil eləyir. Və bir şey də biləsiniz ki, öyrənmə çətinlikləri çox vaxtı tək olmur. Yəni, uşağın heç bir problemi yoxdur, ancaq öyrənməyi çətindir. Yəni, məsələn, oxumağı çətindir və yaxud da ki, yazmağı. Xeyr, çox vaxtı həmin o öyrənmə çətinliyi olan uşaq həm diqqət problemi olur, həm hiperaktiv olur, həm OKB-si ola bilir. Yəni, hər hansı bir nevrozu olur, tiki ola bilir və yaxud da ki, qorxusu ola bilir, həyəcanı ola bilir. Nəsə yanında bir komorbid biz deyirik buna tipdə, hər hansı bir komorbid bir problemi olur. Lakin burada çox vacib bir məsələ var. Vacib məsələ nədən ibarətdir? Ondan ibarətdir ki, öyrənmə çətinliyi çox qarışıq salınır öyrənmə əlilliyi ilə. Bu nədir? Məsələn, ingilis dili müəllimləri varsa və yaxud ingilis dilini bilən izləyici varsa, o buradan oxuya bilər. Var learning disability, var learning difficulty. Learning difficulty deməkdir ki, öyrənmə çətinliyi. Learning disability, bu deməkdir öyrənmə əlilliyi. Yəni ki, learning difficulty, öyrənmə çətinliyi heç bir əqli problemi olmayan uşaqlarda sadəcə spesifik bir öyrənmə sahəsində çətinliyi olan uşaqlardır. Yəni, bu uşaqların əqli normaldır. Yəni, davranışlarda problem olsa da zəka problemləri olur. Amma learning disability dediyimiz, yəni öyrənmə əlilliyi, bunun hərfi təcrübəsi belə gedir, öyrənmə əlilliyi olan uşaqların isə bunlar çox ciddi bir əqli zəka problemləri olan uşaqlardır. Hətta bəzən yüngül zəka problemi olan uşaqlar ola bilər, amma bu əlillikdir. Belə uşaqların öyrənmə qabiliyyətlərində çox ciddi bir dəyişikliklər əldə etmək olmur. Bunu bilməyimiz nəyə görə vacibdir? Niyə görə mən bu slaydı qoymuşam? Çünki çox vaxtı öyrənmə çətinliyi ilə öyrənmə əlilliyi qarışıq salınır. Və uşaqda, məsələn, əqli gerilik varsa, hesab olunur ki, onun disleksiyası var, öyrənə bilmir, qoyurlar onu loqopedə falan. Amma öyrənmə əlilliyi olan uşağın zaten beyninin kapasitəsi bu qədərdirsə, heç bir digər üsullarla biz onun yəni biz onun heç bir digər üsullarla onun öyrənmə qabiliyyətini ciddi dərəcədə gücləndirə bilməyəcəyik. Deməli,